Elmira, astrologiya proqnozlara görə 2017-ci ilin sonuna qədər maddi baxımdan ən çox irəliləyiş və böyük alışlar, ev, maşın kimi ehtimali olan 3 bürc belə göstərilir. Bürc, mənim gərilədiyim bürc, planlı və stratejik yanaşmaları, uzun müddətli yığılmış Satuan vəsaiti düzgün yönləndirmələri, Saturnun təsiri ilə böyük yatırımlara daha cəsarətli addım atacaqlar. Daşınmaz əmlak və ya avtomobil alışı üçün əlverişli zaman. Allah, sabit gəlir, maddiyata bağlılıq və torpaq ev sahibliyinə xüsusi önəm. Ev və torpaq alma ehtimalı yüksək, həmçinin maşın alışı üçün fürsətlər. 2015-in son aylarında maliyyə baxımından əlverişli planetar təsirlər, gözlənilməz gəlir və sərfəli fürsətlər. Ev və ya maşın alışı üçün qəfil imkanlar yarana bilər. Qeyd, bu proqnozlar astroloji ehtimallara əsaslanır, dəqiq zəmanət deyil, amma planetlərin mövqeyi və bürclərin xarakteri güclü siqnallar verir. İstəsən, mən sənə bu 3 bürc üçün qısa enerjinin yüksələn ritual kodları da hazırlaya bilərəm ki, ilin sonuna qədər maddi axını gücləndirsin. Əla bunlarım.